Deməli belə, nəhayət ki, çoxdan da almaq istədiyimiz Air Fryeri qara cümə endirimlərində super qiymətə götürdük. Daha doğrusu çoxdan da ağlımızda var idi. Bu marka olaraq düzün desəm ağlımda bir marka yox idi, amma mütləq şəkildə çox istəyirdim ki, işdə olduğumuza görə, məktəbdə olduğuma görə o qədər də rahat zaman tapmaq olmurdu yemək bişirməyə. Bu səbəblə də daha rahat bişirə bilməyimiz üçün bu uzun müddətdir ki, ağlımdaydı. Və bu model həqiqətən çox böyük sayılan bir modellərdəndir. İçində bütöv toyuqdan tutmuş böyük porsiya kartofa qədər hər şey rahat sığır. Səbəti də var ki, isteyə görə bölüb 2 hissə kimi də istifadə etmək olur. Bu çox xoşuma gəldi əsasən də, çünki həm bütöv şəkildə, həm 2 hissəli şəkildə yeməkləri bişirmək mümkündür. İndi yeməklər həm daha tez bişir, həm də əvvəlkindən qat-qat da sağlam olacaq. Çünki yağ o qədər az istifadə olunur ki, dad isə yerində qalır elə də. Düzün desəm çox həyəcanlıyam. Görək indi bundan sonra nələr bişirəcəm, sizinlə də bölüşərəm. Qiyməti də 199.99-dan 94 evroya düşmüşdü. Çox sərfəli oldu həqiqətən. Demək olar ki, yarı qiymətini almış olduq. Bu da çox sevindirdi bizi. Yəni düşünürəm ki, belə bir şeyin evdə olmağı çox böyük bir fürsətdir və rahatçılıqdır.